"30 illik həsrət artıq tarixə çevrilib. İndi suveren və bütöv Azərbaycanın hər qarışında tikinti və bərpa işləri aparılır. Azərbaycanın ürəyi Qarabağda, Xankəndidəyik. Bu şəhər artıq sükutun dili ilə deyil, quruculuğun dili ilə danışır. Addım başı göz oxşayan yeni tikililərdə müasir Azərbaycanın nəfəsi duyulur. Böyük qayıdış proqramı çərçivəsində Xankəndiyə yeni həyat qayıdır. Şəhərin mərkəzində bizi ilk Zəfər Parkı salamladı. Bu park milli qürurumuzun, keçdiyimiz şərəfli yolun aynasıdır. Xankəndi şəhərində yaradılan Zəfər Parkı Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbəni əks etdirir. Parkın bir addımlığındakı binaların pəncərələrindən boylanan işıqlar isə qələbənin ən real təzahürüdür. Şəhərə ruhu qaytaran da məhz bu işıqlardır. İllər sonra öz evində rahat nəfəs alan insanların varlığı. Biz də o işıqlardan birinin izinə düşdük. Kamran Nəsirovun qonağı olduq. 30 illik köçkünlük yükünü çiyinlərində daşıyan Kamran müəllim üçün indi keçmişin ağrıları uzaq bir xatirədir. O artıq qərib deyil. Öz doğma ocağındadır. Kamran müəllimin dilində şanlı zəfərimiz artıq minnətdarlıq duasına çevrilib. İtkimiz olsa da o şərəfli itkinidir. Yəni torpaq uğrunda, vətən uğrunda şəhid oldu. Biz də bundan qürur duyuruq. Yəni dövlətimizdən deyək, xalqımızdan deyək, hamısından biz razıyıq. Bundan artıq nə olmalı? Bax, bu evləri verdilər bizə. Xankəndinin hər qapısı bir qəhrəmanlıq və sevinç hekayəsinə açılır. Səlimovlar ailəsi üçün də bu qayıdış sadəcə bir köç deyil, övladlarının gələcəyinə möhür vurmaqdır. Gənc ana Ayşən Səlimova deyir ki, uşaqlarının bu küçələrdə qaçıb oynaması, buraları özününkü bilməsi ən böyük xoşbəxtlikdir. Bizim yaşadığımız yerdə demək olar ki, uşaqlara oyun bilməyiblər də oyun nə deməkdir həqiqətən. Ev çox darısqal olub, yaşayışımız hələ də yaxşı olmayıb. Amma bugünkü gündə uşaq demək olar ki, hər gün futbol oynayırlar, özlərinin futbol saatları var, özlərində xüsusi geyimləri alıblar, oynayırlar, uşaqlarla çox sevinirlər. Nə bilim, çox şadıq da. Uşağımızın elə sevinməyinə baxıb biz də özümüz qürurlanırıq ki, bugünkü gündə bizim uşağımız həqiqətən rahat yaşayır. Sevə-sevə məktəbinə gedib gəlir. Bu xoşbəxtliyin təməli həm də uşaqların hər gün həvəslə yollandıqları elm ocaqlarında qoyulur. İndi həmin gələcəyin formalaşdığı müasir təhsil ünvanına Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbinə daxil oluruq. 624 yerlik məktəbdə 125 şagird təhsil alır. Ümumilikdə təhsil ocağında 17 sinif otağı, fizika, kimya, biologiya, texnologiya otaqları, laboratoriyalar, idman və akt salları, eyni zamanda yeməkxana mövcuddur. Bu divarları canlandıran, buranı həqiqi təhsil ocağına çevirən biraz da müəllim və şagirdlərin daxili enerjisidir. 30 illik fasilədən sonra bu torpaqlarda dərs demək hər bir müəllim üçün şərəf, dərs öyrənmək isə hər bir şagird üçün qürur verici haldır. Mən fəxr edirəm ki, Qarabağ torpaqlarında fəaliyyət göstərirəm, uşaqlara təhsil verirəm. Onlar bizim gələcəyimizdir. Çalışdığımız qədər, əlimizdən qədər çalışırıq ki, uşaqlarla gözəl münasibət qurub onların gələcəyini parlaq edək. İnşallah ki, buna da nail olarıq. Bu məktəbi çox sevirəm. Yaxşı təhsil alırıq. Böyüyəndə həkim olmaq istəyirəm. Burada təhsil çox gözəldir. Oxumağımız üçün hər bir şəraiti yaradıbdılar. Gələcəkdə jurnalist olmaq istəyirəm. Burada oxuduğum üçün çox sevinirəm və çox şadam. Mən sinif müəllimlərimdən də çox razıyam, bütün müəllimlərdən. Mən orada da yaxşı oxumuşdum, burada da oxumağa davam edirəm. 30 ildən sonra bu torpaqlarda dərs demək
o torpaqlarda fəaliyyət göstərmək bizim üçün qürur və sevinc hissi yaşadır. Buna görə də mən başda Ali Baş Komandanımız olmaqla cənab prezidentimizə təşəkkür edirəm və şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfaət edirəm. Məktəb illərində hamımızın xəyalları, gələcəklə bağlı planları olur. Kimisi müəllim, kimisi mühəndis, kimisi isə həyat qurtaran bir həkim olmaq istəyir. Həmin xəyalların gerçəyə çevrildiyi daha bir ünvandayıq. Qarabağ Universitetinin klinikasında. Bura gənclərin peşəkar vərdişlərə yiyələndiyi tədris ocağıdır. Müasir tibbi avadanlıqlarla təchiz olunan Qarabağ Universitetinin klinikası həm bölgə sakinlərinə yüksək səviyyəli xidmət göstərir, həm də tələbələr üçün canlı bir öyrənmə mühiti formalaşdırır. Bugün Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində müəllim kimi, həmçinin Qarabağ Universiteti klinikasında həkim kimi fəaliyyət göstərirəm. Burada olmaq mənim üçün çox qürur vericidir, həm də bir tərəfdən çox məsuliyyətlidir. Çünki biz bugün burada sadəcə bir universitet qurmuruq, həmçinin biz burada gələcəyin səhiyyə sistemini formalaşdıran bir mühit qurmuş oluruq. İlk tələbələr olaraq biz kiçik yaşlarımızdan bəri universitet arzulayırıq, amma heç birimizin ağlına gəlməzdi ki, nə vaxtsa gəlib Xankəndidə oxuyarıq. Burada oxumaq bizim üçün çox qürur vericidir və böyük bir şansdır. Çünki yenidən başlayan bir universitet və bizə töhfə verilən çox böyük bir şans var. Mənim uşaqlıq arzum elə tibb sahəsi üzrə təhsil almaq və mütəxəssis olmaq idi. Biz burada ən yeni və müasir metodlarla təhsil alırıq və bu mənim üçün böyük bir qürur verici hissdir ki, biz şəhidlərimizin xüsusiyyətlə almış bu torpaqlarda təhsil alırıq və yaşayırıq. Xankəndi artıq Azərbaycanın bütövlük simvoludur. Bura təhsil və səhiyyə mərkəzi kimi formalaşır. Qarabağ Universitetinin fəaliyyətə başlaması, müasir klinikaların və məktəblərin istifadəyə verilməsi ilə şəhərin sosial mənzərəsi dəyişib. Görülən işlərin fonunda isə əminliklə deyə bilərik ki, Qarabağın mərkəzi şəhəri tamamilə yeni və müasir inkişaf mərhələsinə qədəm qoyub. Cavid İmaməliyev, Hüseyn Bağırov, Real.